Bugün bizim burada toplaşmamızın çok ünlü bir sebebi var. Bunu hamımız dediniz, hamımız söyledik dedik. Ben bir daha tekrar etmek istiyorum ki Ədil müəllim sözün əsl mənasında biri Azərbaycan ziyalısı, dəyərli, bir gözəl bizim Kəlbəcərə Qayıdış İctimai Birliyinin məsuliyyətini çiynində daşıyan bizim üzvlərimizdən, dostlarımızdan biridir. Bugün bu tədbirimizdə, keçirdiyimiz bu tədbirdə Ədil müəllimin doğum günü ilə bağlıdır. Biz bir neçə dəfə müzakirələr etmişdik və qərar vermişdik ki, Ədil müəllimin doğum gününü Qalaltı deyilən istirahət mərkəzində keçirəcəyik. O da bizə nəsib oldu. Ədil müəllim, sizin haqqınızda burada çox sözlər deyildi. Mən saatla danışaram deyərəm. Çox sağ olun, var olun. Bir daha sizi Kəlbəcərə Qayıdış İctimai Birliyi adından, Ali Məclis İdarə Heyəti adından təbrik edirik. Sizə uzun ömür, sağlıq arzu edirik. Burada Famil müəllim əyləşib, Ağsaqqallar Şurasının sədri, o da deyir ki, Ağsaqqallar Şurasını qeyd eləyək, doğrudur. Sizi təbrik edirik, sizi bağrımıza basırıq. Var olasınız. Və bu məclisimizin axarında, son mərhələsində sözü sizə veririk, siz də öz sözlərinizi bundan da sonra təqdim etmə. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun, var olun. Mən çox arzuluyordum ki, bu 18 yaşımı Kəlbəcərdə keçirdim, qeyd edeyim. Ancaq dağlar bir-birinə qohumdur. Dağlar bir-birinə sığınıbdır. Şükürlər olsun Allaha. Sıra Qafqaz, sıra dağlardan. Azərbaycanımız gözəldir, Azərbaycanımız cənnətdir. Deyir, Azərbaycan deyiləndə ayağa dur ki, ana yurdun ürəyinə toxuna. Azərbaycan mayası nur, qayası nur ki, hər daşından alov dilli ox ola bilər. Azərbaycan deyiləndə ayağa dur ki, ana yurdun ürəyinə toxuna bilər. Azərbaycanın hər qarışı bizim üçün əzizdir, bizim üçün dəyərlidir, müqəddəsdir. Hər birinizə təşəkkür edirəm. Kəlbəcərə Qayıdış İctimai Birliyinə, xüsusən hörmətli sədrimiz başda olmaqla İctimai Birliyin hər bir üzvünə, Ali Məclisə çox-çox təşəkkür edirəm. Sizə minnətdaram. Çox təşəkkür edirəm. Bayaqları telefon zəngləri gəldi. Burada iştirak eləməyən Ali Məclisin üzvləri, hörmətli Anar müəllim bizi yığdı. Namiq müəllim, dəyərli şairimiz Namiq Dəldağlı, qardaşımız Əbülfəz qardaşımız çox minnətdaram. Çox-çox minnətdaram. Yəni tər-tərdən bura gəldi. Deməli, ölkənin bir başından digər başına yəni gəlmək o bizim üçün böyük, Allah'a hamd olsun, həm böyük bir qürur, böyük bir sürpriz oldu. Hər birinizə təşəkkür edirəm, əziz qardaşlar. O cümlədən Maksim qardaşıma, Ali Məclisin üzvü, Hafiz qardaşıma, Nəsimi Sadıqova, Etibar Bəhmənoğlu'na, Elşən Əlsoya, sonra Xalit qardaşıma, Tələt İbrahimliyə, başqa səhv eləmirəmsə hər birinin adını çəkdim. Hər biri Ali Məclisin üzvləridir, hər birinə minnətdaram. Allah hər birinin canını sağ eləsin. Hər birinizə çox təşəkkür edirəm. Mən sizinlə fəxr eləyirəm, hər birinizlə fəxr eləyirəm. Mən hər bir məclisdə harda olsam da İctimai Birliyimizdən qürur duyuram və sədrimiz başda olmaqla, Yelmar Mustafa başda olmaqla mən qürurumu gizlətmirəm. Hər zaman onu ifadə eləyirəm. Abşov, sən də sağ ol. Bayaq Əbülfəz qardaşım dediyi kimi, sən onurğa sütunusan, bu birliyin onurğa sütunusan. Yəni bizlərin bir-birimizi tanımasında, Kəlbəcərin şükürlər olsun Allaha ki, əvvəllər hər hansı bir tədbir keçirdirdik. İstər toy məclislər olsun, istər ad günləri, digər məclislərdə, xoş günlərdə gülən dodağımızda bir həsrət var idi, bir qan var idi, bir kədər var idi. Onun üçün Allah'tan şəhidlərimizə rəhmət diləyirəm. Allah Azərbaycan ordusunu qorusun, Azərbaycan dövlətini qorusun. Bugünə şükürlər olsun.
Çox şükürlər olsun ki, müqəddəs vətənimiz, cənnət Kəlbəcərimiz, Qarabağımız işğaldan azad olunur. Ermənisiz Azərbaycan bərqərar olunur. Yenə Allahdan şəhidlərimizə rəhmət dilirəm. Onların ruhları qarşısında baş əyirəm. Yaşasın Azərbaycan ordusu, yaşasın Azərbaycan xalqı. Allah dövlətimizi qorusun, xalqımızı qorusun. Bir də hər birinizə təşəkkür edirəm. Sağ ol. Minnətdaram. Bir daha təbrik edirik. Çok sağ ol Adil Bey, çok sağ ol. Var ol. Allah size gücü Oğlum, versin. ne sen benden Öpürəm küsün səni. Yok, hiç danışmırsan. Halit qardaşım.